Qida allergiyaları çox müxtəlif əlamətlərlə özünü göstərir və uşaqlarda qida allergiyasına endoskopik olaraq diaqnoz qoyulmaq sadəcə seçilmiş xəstələrdə ola bilər. Misal deyim sizə. Məsələn, bir gluten həssaslığı varsa, təbii bu allergiya deyil, bu biraz həssaslıqdır, bəzən qarışır bu durumlar. Orada endoskopiya olunur, mədədən deyil, 12 barmaq bağırsağın giriş hissəsindən və ikinci hissəsindən, yəni soğanaq hissəsindən və ikinci hissəsindən 4-5 ədəd örnək alınır və əkilməyə göndərilir. Bu yolla bilinir. İkincisi, mədə-bağırsaq sistemində, həzm sisteminin bir allergik xəstəliyi var, allergiyalar, hətta qida allergiyası olan eozinofilik gastroenterit dediyimiz bir durum var. Yəni, bu hər hansı bir digər müayinə üsulları ilə diaqnozu qoyulmayan bir yöntəmdir. Deyək ki, uşaqda boğazda taxılma hissi var, yemək yerində tez-tez su içmə ehtiyacı duyur, qusmaları olur, təkrarlayan heç bir səbəbin tapılmır və dəridə və ya digər selli qişalarda hər hansı bir allergiya əlaməti olmur. Amma bu zaman endoskopiya vasitəsilə mədə-bağırsağa baxılır, oradan mütləq nümunələr götürülür, bir neçə yerdən əkilir və o əkilmədə allergiya hüceyrələri tapılırsa, bu zaman qida allergiyası var və ya eozinofilik ezofageal eozinofilik gastroenterit var deyə bilirik. Amma digər qida allergiyalarında çox rolu yoxdur. Eləcə də kolonoskopiyada bəzən uşaqlarda qanama olur, allergik uşaqlarda şiddətli qarın ağrılar olur, qanamalar olur. O zaman kolonoskopiya olunur, yenə oradan nümunə alınır və o göndərilir laboratoriya. Laboratoriyada ona mikroskop altında baxılar. Allergiya hüceyrələri bəlli bir miqdarın sayının üzərindədirsə, onun bir allergiya problemi var deyə bilirik.